Malcolm X 19 may 1925-ci ildə ABŞ-ın Omaha şəhərində anadan olmuşdur. O, zəncilərin Amerika Birləşmiş Ştatlarında azadlıqlarına qovuşa bilməyəcəklərinə və buna görə də Afrikaya geri dönməli olduqlarına inanan bir baptist rahibin oğlu idi. Atası 1931-ci ildə bilinməyən bir cinayət nəticəsində həyatını itirdi. Malcolm və 7 bacı qardaşı Rifah Təşkilatı tərəfindən müxtəlif ailələrin himayəsinə verildi. Anası isə ruhi xəstəxanaya yerləşdirildi. 13 yaşında bir məktəbə göndərilən Malcolmun ağdərili adamlarla bağlı mənfi düşüncələri burada formalaşmağa başladı. Ağdərili insanlarla münasibətləri Rifah Təşkilatının əməkdaşları və məhəllədən tanıdığı bir neçə uşaqla məhdudlaşsa da, yaşadığı bəzi hadisələr bu düşüncələrini daha da kəskinləşdirdi. Malcolm X məktəbdən ayrıldıqdan sonra Bostonda yaşayan ögey bacısının yanına gedir. Burada konsert salonunda ayaqqabı boyamaqla məşğul olur. Həmçinin müştəriləri zənci olan bir restoranda ofisiantlıq edirdi. 16 yaşında Boston-New York arasında işləyən qatarlarda sendviç satmağa başladı. New Yorka gedib gəldikcə zəncilərin yaşadığı Harlem bölgəsini tanıdı. Harlemdə işləməyə başladığı barda özünü narkotik və qadın ticarətindən tutmuş, antik əşya oğurluğuna qədər uzanan çirkin bir həyatın içində tapdı. 1946-cı ildə oğurluğa görə həbsə məhkum edildi. Charlestown ştat həbsxanasında 2 il yatdıqdan sonra Concord həbsxanasına köçürüldü. Bu dövrdə zənci milliyyətçiliyini müdafiə edən Elyah Məhəmmədin görüşlərini mənimsədi. Müsəlman olan bəzi qardaşları ilə görüşməyə və məktublaşmağa başladı. 1948-ci ilin sonlarında köçürüldüyü Norfolk həbsxanasında qardaşları vasitəsilə Elyah Məhəmmədlə də məktublaşırdı. Malcolmun ağ adama duyduğu kin və düşmənçilik onun Elyahın görüşlərini mənimsəməsini asanlaşdırdı. Malcolm 1952-ci ildə həbsdən çıxdıqdan sonra Elyah Məhəmmədin qurduğu İslam Milləti hərəkatına qatıldı. Enerjisi, təşkilatçılığı və hərəkata bağlılığına görə Elyah onu təşkilat fəaliyyətləri üçün müxtəlif yerlərə, son olaraq da Harlemə təyin etdi. 1952-ci ilə qədər Little soyadını daşıdı. Bu tarixdən etibarən isə təşkilatın adsız bir xidmətçisi olduğunu simvolizə edən X soyadını istifadə etməyə başladı. Zənci irqçiliyinə əsaslanan hərəkatın təsirli bir müdafiəçisi oldu. 1958-ci ilin yanvarında İslam Milləti Təşkilatının üzvü olan Betty ilə evləndi. Adları qərblilərə qarşı olan nifrətin izlərini daşıyan Atilla, Kubilay, İlyas və Cəmilə adlı 4 övladları dünyaya gəldi. Malcolm ilə Elyah arasındakı səmimi münasibət sonrakı illərdə tədricən pisləşməyə başladı. Malcolmun yüksələn nüfuzu Elyah Məhəmmədi qorxudarkən, Malcolm da Elyah Məhəmmədin şəxsi həyatını sorğulamağa başladı. Bəzi xoşagəlməz hadisələr onu Malcolmun gözündən tamamilə saldı. 1964-cü ilin martında Elyah Məhəmməd və İslam Milləti hərəkatından ayrılan Malcolm artıq yerini zənci məskənləri olduğuna qərar verdi. Bu dövrdə İslam anlayışı dəyişməyə başladı. Ağ adamın şeytan olduğu görüşündən imtina etdi. Müsəlman ölkələrinin diplomatları ilə görüşərək İslam haqqında məlumatlar aldı. Afrika ilə köklərin qorunmasını, əlaqələrin canlı saxlanmasını müdafiə edən Afro-Amerikan tezisini canlandırmaq və həccə getmək məqsədi ilə Yaxın Şərq və Şimali Afrika ölkələrinə səyahətə çıxdı. Məkkədə dünyanın hər yerindən gələn fərqli irqlərdən olan müsəlmanlarla tanış oldu və irqi ayrı-seçkiliyə əsaslanmayan bir din anlayışına sahib oldu. Malcolm həyatının bu dövründə Əl-Hac Malik Əş-Şahbaz adını istifadə etməyə başladı. Məkkədən Amerikadakı bir dostuna yazdığı məktubda Həzrəti İbrahimin, Həzrəti Məhəmmədin və digər bütün peyğəmbərlərin aleyhimussələm məkanı olan bu müqəddəs torpaqlarda bütün irq və rənglərdən olan insanlarda gördüyü qardaşlıq ruhunu, qonaqpərvərliyi və özünün hər rəngdən insanın göstərdiyi bu səmimiyyət qarşısında heyran qaldığını, Amerikanın ilk problemini aradan qaldıran İslamı anlamasının şərt olduğunu söylədi. Malik Əş-Şahbaz Amerikaya qayıtdıqdan sonra həqiqi mənada ağ-qara qardaşlığını əsas alan bir cəmiyyət yaratmağı hədəfləyən Müsəlman Məscidi və Afro-Amerikan Birliyi təşkilatını qurdu. Lakin qısa bir müddət sonra özünə və ailəsinə qarşı təhdidlər almağa başladı. Evi yandırıldı. O bu hadisələrdən sonra çox yaşamayacağını hiss edirdi. Malcolm o sıralar onunla davamlı görüşərək bioqrafiyasını yazmaqda olan Alex Haley'ə kitabının nəşr olunduğunu görməyə ömrünün yetməyəcəyini söyləmiş və bir müddət sonra 21 fevral 1965-ci ildə Harlemdə çıxış edərkən öldürülmüşdür. Onun sui-qəsdi bir müəmma olaraq qalmaqdadır.